Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində günün ənənəvi olaraq hava haqqında məlumatını diqqətinizə çatdıracağıq. Bugün oktyabrın 25-idir və oktyabrın 26-sına olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidmətinə istinadən təqdim edirik. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcəyi gözlənilir. Axşam isə bəzi yerlərdə yağış yağacaq, şimşək çaxacağı ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Və arabir isə axşam şimal-qərb küləyi ilə əvəzlənərək küləyin sürətinin biraz daha yüksək olacağı bildirilir. Havanın temperaturu isə gecə 14-16 dərəcə isti, gündüz isə 19-22 dərəcə isti olacaq. Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz olacaq, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə isə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Daha doğrusu, üzr istəyirəm, sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi, gündüz bəzi yerlərdə isə arabir güclənəcək. Havanın temperaturu isə gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə olacaq. Dağlarda isə gecə 3-7 dərəcə, gündüz isə 11-16 dərəcə isti olacağı gözlənilir.